Azərbaycandakı multikultural mühiti necə qiymətləndirirsiniz? Məsələn, indi siz sosial şəbəkələrdən daha çox istifadə edirsiniz, daha çox giriş imkanlarınız var və oradakı proseslər də belə deyək, daha düzgün qiymətləndirirsiniz. Necədir Azərbaycanda multikulturalizm mühiti? Əslində sosial şəbəkələrlə real həyat çox fərqlənir. Çünki sosial şəbəkə virtual mühitdə və virtual mühitdə manipulyasiyalar həddən artıq çoxdur. Real həyatda Azərbaycanda ümumiyyətlə heç kim milləti ilə maraqlanmır. Belə heç kimə, yəni maraqlı deyilsən hansı millətin nümayəndəsisən. Yəni real həyat daha çox multikulturaldır, nəinki sosial şəbəkələr. Bəli, belə adlandırmaq olar. Çünki real həyatda yəni hər birimiz yəni o belə bir belə deyim var ki, dünyada iki dənə millət var. Bir yaxşı millət, bir də pis millət. Yaxşı insan və pis insan. Yəni heç kimi millətinə görə mühakimə eləmir. Bu belə bir şey yoxdur, yəni. Kim Azərbaycan vətəndaşı olsan da, hətta xarici ölkənin vətəndaşı olub turist kimi gəlsən də, Azərbaycanda bu belə bir problem yoxdur və hətta qonşu ölkələrlə müqayisədə yəni Azərbaycandakı multikultural vəziyyət daha ürəkaçandır, daha realdır, nəinki digər ölkələrdə. Çünki digər ölkələrdə bundan danışılsa belə fəaliyyətdə faktiki olaraq, yəni faktiki sahədə biz görürük ki, o multikultural dəyərlər hardasa kağız üzərində qalır, amma Azərbaycanda belə deyil. Azərbaycanda real tətbiq etmə var. Azərbaycanda, yəni belə deyək, hətta sırf kürdlərlə bağlı desək, sırf kürdlərin bu coğrafiyada hal-hazırda ən düzgün, ən bərabər hüquqlu, ən belə deyək də yaxşı yaşadığı ölkə Azərbaycandır. Biz burada öz vətənimizdir, əsrlər boyu biz burada yaşayırıq. Yəni bura bizim evimizdir, yurdumuz və bizim özümüzü burada Azərbaycanlı kimi hiss edirik və Kürd adı yəni Azərbaycanlı bir üst kimliyimizdir. Hər birimiz xarici ölkəyə gedəndə, Rusiyaya gedəndə, nə bilim Türkiyəyə gedəndə soruşurlar, harasa Azərbaycanlısan. Etnik məsələ, bizim artıq ikinci hansı etnikin nümayəndəsinin Kürdəm. Yəni bu biraz Azərbaycanlılıq burada elə bir belə deyək də bir ad olub ki, yəni burada hər kəsi birləşdirir və heç kiminlə bir işi yoxdur, heç kimin bir nə bilim bir problemi yoxdur. Bu cəhətdən yəni Azərbaycan çox yaxşı, çox belə multikultural bir ölkədir. Bizim tarixçilər, elmi ədəbiyyatda biz onu Azərbaycansı ideologiyası adlandırırıq və insanlar bu ideologiya ətrafında sıx birləşirlər. Türkü ilə, Kürdü ilə, Azərbaycanlısı ilə, Tatı ilə, xanalığı ilə, qırızı ilə, buduğu ilə və ümid edirik ki, bu ideologiya sözünə həqiqi mənasında Azərbaycanda yaşayan bütün xalqları öz çətirinin altında birləşdirə biləcək.